Bakının Səbail rayonu ərazisində yerləşən Passaj 145 restoranında başqa müştərinin pulunu oğurlayan Əlcəzair vətəndaşı Bukobza Abdirrəhmani məhkəmə qarşısına çıxarılıb. 1970-ci il təvəllüdlü təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən Abdirrəhmani Passaj 145 adlı restoranda olarkən həmin vaxt nahar etməyə gələn müştərinin gödəkçəsinin iç cibində olan pul kisəsini oğurlayıb. Nəticədə o zərər çəkmiş şəxsin 2500 manatını talayıb. Oğurluq hadisəsinin üstü zərər çəkmişin özünə məxsus pulqabını axtarmasından sonra açılıb. Restoranın müşahidə kameralarına baxdıqdan sonra Abdirrəhmaninin cinayət əməli ifşa olunub. O hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə müraciət edib və nəticədə cinayətkar saxlanılıb. Qeyd edək ki, zərər çəkmiş şəxs də ərəb ölkələrindən Azərbaycana gələn turist olub. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.